Bu vizyonu mən yazdım çünki bizim cəmiyyətdə çox adi bir haldır. Kiminsə işini, bu məqamı mən bir 15 dəfə yazdım. Kiminsə işini dəyərsizləşdirmək. Bu məsələni biraz diqqətli olmaq lazımdır, həssas məsələdir. Kimsə əziyyət çəkir, təcrübəsindən istifadə olur, illərlə təcrübəsi var. Kiminsə gəlib burada bir şey bacarmadığını əlindən alıb davam edirəm və gözəl halda verirəm. Bunu dəyərləndirmək lazım. Qardaş, sənlə tam razıyam əgər biz hazır məhsul, FMCG və yaxud da bazar malı haqqında danışırıqsa. Mən özüm videolarımı çəkməyə başlayandan zavodları, sərgiləri propaganda edirəm ki, xırda xuruş, basit mallar, hazır mal almaq istəyənlər gəlib məhsullarını ala bilsin. Ümumiyyətlə Azərbaycan dilli sosial media segmentində zavodları, sərgiləri populyar edən ilk insanlardan biri sayıla bilərəm, haqqımdır. Amma mən danışdığım proses biraz başqadır, qardaş. Yeni məhsul yaratmaq, texniki danışıqlar aparmaq, prototip hazırlatmaq, sınaqdan keçirmək, düzəlişlər etmək və əgər uğurlu prototip alınarsa, seriyaya buraxmaq. Uğurlu prototip də hər zaman alınmır. 4-5 dəfədən sonra normal bir şey çıxır ortaya və ən əsası tərəflərə düzgün geri dönüş etmək. Əsl iş adamları bilir mən hansı çətinlikdən danışıram. Ən əsası ticarətin konfidensiallığı artıq reputasiya məsələsidir. Bu prosesi bazardan ala bilməzsən, sərgidən tapa bilməzsən və zavoda gedib bir dəfəlikdə sifariş edə bilməzsən. Bu aylar çəkən bir prosesdir. Təcrübə, dil, münasibətlər, mentaliteti anlama və hər mərhələdə düzgün qərar tələb edir. Əziz qardaş, mövqeyinizi bildirdiyinizə görə təşəkkür edirəm. Çünki bu suallar, bu kommentariyalar olmasa biz də bu mövzunu açıqlaya bilmərik başqalarına da. Guangzhou'da sərgidə olsaz, mənə yazın. Vaxtımız olsa sizin də mənim də görüşüb, kofe içib təcrübəmizi bir-birimizlə paylaşarıq. Sağ olun, bay bay.